Heç olubmu ki, bir qərar verəsiz, amma ertəsi gün öz qərarınızdan şübhələnməyə başlayasınız. Bir addım irəli gedirsiniz, 2 addım geri çəkilirsiniz. Sizcə, insanı uğursuz edən qərarın özü olur, yoxsa qərardan sonraki şək-şübhə və tərəddüd? Hər hansı bir işə başlamazdan əvvəl hisslərini bir kənara qoy. Ağıl və tədbir nemətindən istifadə et. Öz bacarıqlarını, imkanlarını və şəraitini səmimiyyətlə qiymətləndir. İşin bütün tərəflərini diqqətlə götür-qoy et. Əgər düşünərək, araşdıraraq və məsləhətləşərək bu qənaətə gəlsən ki, bu yol doğrudur və onun öhdəsindən gələ bilərsən, onda Allaha təvəkkül edib işi başla. Amma unutma, düşünməyin və götür-qoy etməyin vaxtı qərardan əvvəldir, qərardan sonra deyil. Şuurlu və ölçülüb biçilmiş qərar verdikdən sonra, yola qədəm qoyduqdan sonra nəticəsiz şək-şübhələrin və tərəddüdlərin sənin iradəni zəiflətməsinə imkan vermə. Davamlı şübhə insanın gücünü tükəndirir, motivasiyasını zəiflədir və onu hədəfinə çatmaqdan uzaqlaşdırır. Müdriklik odur ki, başlamazdan əvvəl dərindən düşünəsən. Başladıqdan sonra isə möhkəm dayanasan. Uğurların çoxu qeyri-adi istedadların deyil, düşünülmüş qərarın, möhkəm iradənin və sarsılmaz təvəkkülün nəticəsidir. Quran-ı Kərim Ali İmran surəsinin 159-cu ayəsində buyurur: "Fəiza əzəmtə fətəvəkkəl alallah." Qərara gəldikdə isə Allaha təvəkkül et.